Bilirəm ki, siz kəndə çəkilən videoları çox sevirsiniz. Açığı mən də sevirəm. Ona görə də qalan videoları sizinlə paylaşmaq istədim. Bugün hava çox gözəldir. Həyətə günəş düşəndə o qədər fərqli və gözəl görünür ki, işləmək həvəsi gəlir və yayı xatırladır. Yayda burası hüssə gözəl olur. Hər yer yaşıl olur, quşların səsi gəlir, külək yüngülcə əsir. Elə bil həyat burada biraz yavaşlayır və sən də onunla birlikdə sakitləşirsən. Düzünü desəm, məncə bunu insan 30 yaşdan sonra daha çox hiss edir. Hər kiçik anın dəyərini anlayırsan. Anam qızımla gəzintiyə çıxmışkən mən də fürsətdən istifadə edib həyəti biraz səlqəyə saldım. Sonra saxlama qablarını yuyub təzələdim. Bilirsiniz, belə kiçik praktik məhsullar evdə böyük fərq yaradır. Məsələn, bu 6 bölməli saxlama qabı həm yeri qənaət edir, həm də quru ərzaqları rahat saxlayır. Onları düzdükcə elə bil hər şey qaydasına düşür. Ürək də rahat olur. Bu saxlama qablarını 2 il əvvəl Trendyoldan endiyimdə almışdım. Belə yaxşı qiymətə görsəm mütləq sizinlə paylaşacağam. İşlərimi bitirdikdən sonra çayımı dəmlədim. Qızım və anam gəzintidən qayıdanda bir yerdə oturub çay içəcəyik. Bu kiçik anlar kənddə günün ən xoşbəxt anlarına çevrilir. Həqiqətən buradakı sakitlik insana enerji verir və ruhu dinləndirir.